Neçə gündür bilirsiniz ki, artıq sosial şəbəkələr, TV-lər, hər birisi, bütün media demək olar ki, 16 yaşlı Nuranə Ələkbərovadan danışır. Hansı ki, hadisə Sabirabadda baş verib, onun qeyri-qanuni, əgər nikah yoxdursa, demək qeyri-qanuni sayılır. Həyat yoldaşı qısqanclıq zəminində onu Kür çayına atıb. İndi bilmirik, öldürüb öncədən, təbii ki, o təsdiq olunmalıdır, olunacaq, amma məsələ ondadır ki, həyat yoldaşı sayılır, həmin şəxs onu Kür çayına atıb. Hadisə Sabirabad rayonunda baş verib. Bəzi məlumatlar var ki, burada hansı ki, qızımız 2009-cu il təvəllüdlüdür. 15 yaşında, 14 yaşında bunların toyu olub. Nikahları yoxdur. Əgər 2009-cu ildə bu adam dünyaya gəlib, təvəllüdü 2009-cu ildirsə, demək bu 15 yaşında, 16 yaşında hadisələr baş verir. Demək bu 14 yaşından bu oğlanla sevgili olub, bir-birlərini seviblər, ana-ata bu münasibətlərə göz yumub, bu görüşlərə göz yumub, bu toya göz yumub, bu evliliyə göz yumub və bunlar ailə qurublar. 14-15 yaşında, 14-15 yaşında bir qız uşağının ailə qurması nə qədər düzdür. Bax, bilirsiniz ki, təşkilatlar var, qadın təşkilatları, qeyri-hökumət təşkilatları da, daha doğrusu belə deyim də, onların özləri çağırış edir, Daxili İşlər Nazirliyi çağırış edir, elə analar, ziyalılarımız çağırış edir ki, az yaşlı qızlarımızı nikahdan uzaqlaşdırın, kənar edin. Onların ailə qurmasını həvəsləndirməyin. Əksinə, onların qarşısına bir şərait yaradın ki, ailə qurmaq üçün bir yaş var. Mən yorumları, belə deyim də, kommentləri oxuyuram. Hamı deyir ki, onu Kür çayına atan oğlana, biri deyir ki, nə bilim, öldürülməlidir, biri deyir ömürlük cəza verilməlidir, biri deyir işgəncə verilməlidir. Birinci bu işgəncələr onun atasına, valideynlərinə verilməlidir. Çıxıblar, hələ ağlayırlar. Ay, qızımızı tapa bilmirik. Qohum əqrabası ağlayır. Ay, qızımızı tapa bilmirik. Qızımız yoxdur. Elə bunu ərə verəndə, bu qızın toyu olanda, o hansı ki, belinə qırmızı lent bağlamısınız, başına qırmızı bir örpək örtmüsünüz, barmaqlarına, əllərinə xına qoyanda, nə bilim, barmaqça keçirəndə, deyərdiniz ki, bu az yaşlıdır da, bunun aqibəti, gələcəyi necə olacaq? Sığortalayardınız da ki, bunun gələcəyi bizdən asılıdır. Niyə etməmişsiniz? İndi hamınız çağırış edirsiniz, kömək istəyirsiniz. Ona görə də hüquq mühafizə orqanlarına üzümü tuturam. Hansı ki, səlahiyyətli şəxslər var, təşkilatlar var. Bunların valideynləri birinci cinayətə cəlb olunmalıdır. Bunların hər birisi, daha doğrusu məsuliyyətə cəlb olmalıdırlar. Bunların hər birisi cinayətkardır. Niyə? Sual yaranır. Sən niyə göz yumursan? Qızın 14 yaşında ailə qurur. 14 yaşında qız ailə qurur. Düşünmürsən, bu ana ola bilməz, bu qadın ola bilməz, bunun günahı nədir, bunun suçu nədir, bu nə işlədir, bu nə edib ki, 14-15 yaşında qız ailə qurur. İndi də ağlayırsınız. O yorumlar var ha. Yorumların çoxsunda elə belə yazın. Məhz məsuliyyəti valideynlər daşıyır. Məhz söyülməli valideynlərdir. Məhz məsuliyyətə valideynlər cəlb olunmalıdır. Elə qohum əqrabası da. Qohum əqrabası da məsuliyyətə cəlb olmalıdır. Nə qədər biz susacağıq? Nə qədər az yaşlı qızlarımızı məcbur edəcəyik ərə getməyə? Məndən bu qədər. Sara Səfura Bahadurdan.